Salam, hər vaxtınız xeyir olsun dəyərli şagirdlər. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Rövşənə Ağayeva sizlərə 30 mart tarixində təqdim elədiyimiz sınaq imtahanının Azərbaycan dili fənni üzrə suallarının izahını verməyə çalışacağım. Ümidvaram ki, izahım sizlər üçün aydın və anlaşılıqlı olar. Əvvəla qeyd edeyim ki, sınaq imtahanımızda 20 sual var idi. Həmin suallardan 5-i mətn sualları, yerdə qalan 15-i isə dil qaydalarını əhatə eləyirdi. Gəlin ilk öncə mətnimizin məzmununa tanış olaq. Tanış olandan sonra sualların izahına bərabər baxaq. Mətnimiz qələmin tarixi adlanır. Görək bu mətndə nədən bəhs olunur? Qələm insan sivilizasiyasının inkişafında mühüm rol oynayan alətlərdən biridir. Yazının yaranması ilə bərabər müxtəlif yazı alətləri meydana gəlmişdir. İlk qələmlər qədim Mesopotamiyada gil lövhələr üzərində mix yazı üçün istifadə edilən iti çubuqlar olmuşdur. Çinlilər bambuq çubuqlardan istifadə edərək mürəkkəblə yazırdılar. Bu dövrdə yazı və qələmin inkişafı insan təcrübələrinin və biliklərinin gələcək nəsillərə ötürülməsini təmin etmişdir. Orta əsrlərdə Avropada lələk qələmlər geniş yayılmışdı. Bu qələmlər əsasən quş lələklərindən hazırlanır və mürəkkəbə batırılaraq istifadə edilirdi. Lələk qələmlər yazının estetik və sənətkarcasına icrasına şərait yaradırdı. Xüsusilə dini və elmi əlyazmaların yazılmasında lələk qələmlərdən geniş istifadə olunurdu. 18-ci əsrdə metal uclu qələmlər icad edildi. Bu qələmlər daha davamlı və daha rahat istifadə üçün nəzərdə tutulmuşdu. 19-cu əsrdə isə dolma qələmlər meydana gəldi. Dolma qələmlərin içərisində mürəkkəb saxlayan xüsusi rezervuar var idi və bu daha uzun müddət vasitəsiz yazı yazmağa imkan verirdi. Bugün isə toxunma və rəqəmsal qələmlər insanların gündəlik həyatında geniş yer tutmaqdadır. Smartfonlar, planşetlər və qrafik planşetlər üçün xüsusi olaraq hazırlanmış bu qələmlər rəqəmsal sənət və dizayn sahəsində də əvəz olunmazdır. Gəlin görək bu mətn əsasında bizə hansı suallar təqdim olunub. Birinci sualda deyilir ki, mətnə əsasən doğru fikri müəyyən edin. A. Metal uclu qələmlər Mesopotamiyada icad edilib. Doğrudurmu bu fikir? Xeyr, yanlışdır. Mətnə diqqətlə fikir versək, metal uclu qələmlərin icad edilməsindən söhbət açılır. Baxın, bu abzasda. Amma hansı ölkədə icad olunmasından söz açılmır. Yəni, A-da verilən fikir yanlış fikirdir. B-də deyilir ki, ilk qələmlər qədim Çində yaranıb. Xeyr, ilk qələmlər qədim Mesopotamiyada yaranmışdı. Yəni, B-də verilən fikir də yanlış fikirdir. C-də deyilir ki, dolma qələmlərin içərisində iti çubuqlar var idi. Xeyr, deyilir ki, dolma qələmlərin içərisində mürəkkəb saxlayan xüsusi rezervuar var idi. Yəni, C-də verilən fikir də yanlış fikirdir. D. Orta əsrlərdə Avropada lələk qələmlər geniş yayılmışdı. Görək bu fikir doğrudurmu? Bəli, elə doğru fikrimiz bu olacaq. Baxın, ikinci abzasda qeyd olunur ki, orta əsrlərdə Avropada lələk qələmlər geniş yayılmışdı. Yəni, cavabımız D variantıdır. Y. Çinlilər toxunma qələmləri istehsal edib. Toxunma qələmlər, rəqəmsal qələmlər barədə söhbət açılır, ancaq hansı ölkədə icad edilməsi barədə, istehsal edilməsi barədə heç bir məlumat verilməyib. Yəni, Y variantı da testimizin doğru cavabı ola bilməz. Gəlin, baxa görək, mətnlə bağlı ikinci sualda nə soruşulur? Soruşulur ki, üzərində rəqəm yazılmış hansı ifadə məcazi mənada işlənmişdir? Baxaq üzərində rəqəm yazılan sözlərə. Baxın, burada iti sözünün üzərində rəqəm yazılıb. İti çubuqlar həqiqi mənadadır. Mürəkkəblə yazırdılar. Həqiqi mənadadır. Lələklərdən hazırlanır. Əlbəttə ki, həqiqi mənadadır. Sonra, içərisində mürəkkəb saxlayan xüsusi rezervuar. Saxlayan sözü həqiqi mənadadır və insanların gündəlik həyatında geniş yer tutmaqdadır. Baxın, insanların həyatında geniş yer tutmaq bu məcazi mənalıdır. Yəni, üzərində 5 yazılan ifadəmiz məcazi mənalı ifadədir. Cavabımız olacaq Y variantı. Baxa görək, 3-də nə deyilir? 3-də deyilir ki, tünd qara hərflə yazılmış ifadəni kontekstə görə əvəz edə bilər. Baxaq, tünd qara hərflə yazılmış ifadəmiz nədir? İcad edildi. 18-ci əsrdə metal uclu qələmlər
icad edildi. Gəlin görək bu ifadəni hansı ifadə ilə əvəz edə bilərik? A. Kəşf edildi. Xeyr dostlar, doğru cavabımız kəşf edildi ola bilməz. Baxın, kəşf edilməklə icad edilmək, ixtira edilmək arasında incə məna fərqi var. Kəşf edilən nə deməkdir? O şey var və var olan şey kimsə tərəfindən kəşf edilir, gedir, tapılır. Məsələn, Christopher Columb getmişdi, Amerikanı kəşf eləmişdi. Yəni gedib bu Amerikanı özü yaratmamışdı ki, olan bir şeyi kəşf eləmişdi. Və ya da kimsə gedir hansı dağı kəşf edir, hansı gölü kəşf edir, hansı bir xalqın yer üzərində mövcud olduğunu kəşf edir. Baxın, mövcud olan bir şeyi aşkarlamaq kəşf eləmək deməkdir. İxtira eləmək, icad eləmək o deməkdir ki, sən olmayan bir şeyi yaradırsan, var edirsən. Yəni, bu sənin zəhmətin hesabına meydana çıxan yeni bir məhsuldur. Yeni bir obyektdir. Baxın, icad edilmək, kəşf edilmək arasındakı incə fərq budur və icad edilməyi biz ixtira etməklə əvəz edə bilərik, kəşf etməklə yox. Sifariş olundu da əvəz eləyə bilməz. C variantı ilə ixtira olundu olacaq, gətirildi ola bilməz, istifadə olunmadı da ola bilməz. Testimizin doğru cavabı olacaq C variantı. Baxaq görək, 4-cü sualda nə deyilir? 4-də deyilir ki, klasteri tamamlayın. Deməli, lələk qələmlər və lələk qələmlər haqqında gəlin baxaq görək, klasterdə doğru fikir verilib, yoxsa yanlış fikir verilib. Əgər doğru fikir versə, biz sual işarəsinin əvəzinə doğru fikir tapmalıyıq. Yox, əgər yanlış fikir verilsə, bu zaman yanlış fikir tapmalıyıq. Deyilir ki, lələk qələmlər mürəkkəbə batırılaraq istifadə edilirdi. Bəli, mətndən əldə etdiyimiz məlumata görə lələk qələmlər mürəkkəbə batırılaraq istifadə edilirdi. Bu doğru fikirdir. Deməli, bizə təqdim olunan variantlar arasında biz doğru olan variantı müəyyənləşdirməliyik. A. Dini və elmi əlyazmaların yazılmasında istifadə olunurdu. Bəli, doğru cavabımız olacaq A. Baxın, lələk qələmlər haqqında bu məlumat verilib. Deyilir ki, xüsusilə dini və elmi əlyazmaların yazılmasında lələk qələmlərdən geniş istifadə olunurdu. Çubuqdan hazırlanırdı. Xeyr, lələkdən hazırlanırdı. Ən çox Çində istifadə olunurdu. Xeyr, hazırki dövrdə daha çox istifadə olunur. Əlbəttə ki, xeyr, Mesopotamiyada yaranmışdı. Bu da yanlış fikirdir. Gəlin, baxaq görək. 5-də nə deyilir? 5-də deyir ki, mətndə hansı suala cavab tapmaq mümkün deyil. Yəni, hansı sualın cavabı mətndə yoxdur. Bunu tapmalıyıq. Qələmin insan həyatında nə kimi rolu var? Bu barədə mətndə məlumat verilir. Mesopotamiyada yazı nə üzərində yazılırdı? Bu barədə də mətnimizin ilk cümlələrində məlumat var. Dolma qələmlərin xüsusiyyətləri nələrdir? O barədə yazılıb ki, içərisində xüsusi rezervuar var idi. 4. Müasir qələmlər hansı sahələrdə istifadə olunur? Bu barədə də məlumat var ki, baxın, qrafik dizaynda, planşetlərdə, rəqəmsal sənətdə istifadə olunur və ilk qələmi hansı alim kəşf etmişdir? Bu barədə heç bir məlumat verilməyib. Yəni, 5-ci testimizin doğru cavabı olacaq Y variantı. Gəl, indi baxaq görək, dil qaydalarında bizdən nə soruşulur? Artıq 6-cı sualdan 20-ci suala qədər biz dil qaydaları ilə bağlı suallarla rastlaşacağıq. 6-cı sualda deyilir, isimlə bağlı düzgün fikirləri müəyyən edin. Baxaq, 1. İki halının qrammatik göstəricisi yoxdur. Qrammatik göstərici nə deməkdir? Şəkilçi deməkdir. Deyilir ki, iki halının şəkilçisi yoxdur. İsmin yalnız adlı halının şəkilçisi yoxdur. Yəni, 2 deyil, 1 halının qrammatik göstəricisi yoxdur. Bu fikir yanlış fikirdir. 2. Salxım, meşə sözləri toplu isimlər deyirlər. Bəli, doğru fikirlərdir. Biz demişdik ki, yaradılışından toplu şəkildə olan isimlər toplu isimlər deyirlər. Salxım, meşə kimi sözlər də toplu isim deyirlər. Çünki onların yaradılışı o şəkildədir. 3. Qeyri-məmiyəlik halı bütün sözlərin hal şəkilçisi bərpa olunur. Bərpa olunurmu? Xeyr, bərpa olunmur. Məsəl üçün, gəlin düşünək Xəzər dənizi. Xəzərin dənizi deyə bilirikmi? Və yaxud da ki, yer-məkan anlayışı bildirən bir birləşmə düşünək. Məsələn, Bakı şəhəri. Bakının şəhəri deyə bilirikmi? Azərbaycan Respublikası. Azərbaycanın Respublikası deyə bilirikmi? Xeyr. Yəni, qeyri-məmiyəlik halı bütün sözlərin hal şəkilçisini bərpa etmək mümkün deyil. Bu yanlış fikirdir. Vur-havur, basa-bas sözləri quruşca mürəkkəb olan isimlərdir. Bəli, doğru fikirdir. A bitiricinin vasitəsilə
A bitişdirici vasitəsinin köməyi ilə təkrar olunan feillərdən mürəkkəb isimlər yaranıb. Yəni 6-cı testimizin doğru cavabı olacaq 2 və 4 C variantı. 7-ci sual. Hansı cümlədəki bütün sözlər sadə sözlərdir? A. Bölgədəki turizm ildən ilə inkişaf eləyirdi. Baxın, elə bölgədəki sözü bizim bəsimizdir. Düzəltmə sözdə davamına baxmasaq da olar. Sabahki tədbir üçün hazırlıqlar tamamlandı. Sabahki sözümüz düzəltmə sözdür. Gerisinə baxmasaq da olar. Bizə lazımdır ki, cümlənin tərkibində yalnız və yalnız sadə sözlər olsun. C. İndi gördüyüm mənzərə mənə çox təsir etdi. Baxın, təsir etdi. Təsir etmək mürəkkəb feildir. Deməli, testimizin doğru cavabı C variantı da ola bilməz. D. Müəllim əvvəl dərsi izah etdi. Sonra tapşırıqları yoxladı. İzah etdi. Mürəkkəb feilimizdir. Deməli, cavabımız D variantı da ola bilməz. Y. Sırağa gün məktəbimizə gələn qonaqlar tədbirimizi çox bəyəniblər. Bəli, elə cavabımız Y variantı olacaq. Bəzən şagirdlər sırağa gün sözünü mürəkkəb söz kimi düşünürlər. Xeyr dostlar, bu mürəkkəb söz deyil, bu sadə sözdür. Yəni Y variantındakı deməli burada da nə olmalıdır? Y variantındakı bütün sözlər, Y variantındakı cümlədəki bütün sözlər sadə sözlərdir. Yəni testimizin doğru cavabı olacaq Y variantı. Gəlin baxaq görək. 8-də nə soruşulur bizdən? 8-də soruşulur ki, hansı cümlədə ahəng qanuna tabi olmayan şəkilçi işlənmişdir? Baxın, tabi olmayan şəkilçi deyəndə biz bir variantlı şəkilçiləri nəzərdə tutacağıq. Çünki bir variantlı şəkilçilərin ancaq bir forması mövcud olduğuna görə istər qalın saytlı sözlərə qoşulsunlar, istərsə də incə saytlı sözlərə qoşulsunlar. Onlar ancaq mövcud versiyalarında qoşulurlar və bununla da ahəng qanunu pozmuş olurlar. Baxaq görək hansı cümləmizdə bu cür şəkilçi var, yəni bir cür yazılan ahəng qanuna tabi olmayan şəkilçi var. A. Dünyadakı soydaşlarımızın əsas dərdi vətən dərdidir. Və soydaş sözündəki daş şəkilçisi ahəng qanuna tabi olmayan bir variantlı şəkilçidir. Yəni testimizin doğru cavabı olacaq A variantı. Baxın, bu daş şəkilçisi incə saytlı sözə də qoşulsa da yenə də daş formasından qoşulardı. Məsələn, vətəndaş sözünə. Baxmayaraq ki, vətən sözü incə saytlı sözdür. Yəni də biz daş formasına qoşacağıq. Çünki bu şəkilçinin daşdan başqa bir versiyası yoxdur. B. İgid əsgərlərimizin şücaəti qürur mənbəyimizdir. Buradakı demək şəkilçilər ahəng qanunu gözlənilən şəkilçilərdir. B. Mənim dostum hər zaman gülümsüyür. Biz burada da bir cür yazılan şəkilçiyə rast gəlmirik. D. Valideynlərimin məsləhətləri mənim üçün dəyərlidir. Bu cümlədə də bir cür yazılan şəkilçi verilməmişdir. Y. Çantam ağır olduğu üçün böyük qardaşım mənə kömək edir. Burada da bir cür yazılan şəkilçi verilməmişdir. Yəni 8-ci testimizin doğru cavabı olacaq A variantı. Gəlin baxaq görək 9-da nə soruşulur? 9-da soruşulur ki, çoxaltma dərəcəsində olan sifətin işləndiyi cümləni müəyyənləşdirin. Baxaq görək hansı cümləmizdə çoxaltma dərəcəsi var? A. Həyətdə lap çox adam olmasına baxmayaraq o oğlunu uzaqdan tanıdı. Baxın, buradakı lap sözü sizi düşündürə bilər. Siz elə hesab edərsiniz ki, bu çoxaltma dərəcəsi yaratmış ədatdır. Amma diqqətlə fikir versəniz ki, lap sözündən sonra çox sayı gəlib. Hardan bildik ki, sayıdır? Çünki çox sözü adam sözünə aiddir, onu izah eləyir. Əgər lap sözü saydan əvvəl gəlibsə, bu zaman çoxaltma dərəcəsi düzəltməmiş olur. Yəni testimizin cavabı A variantı ola bilməz. B. Əldə etdiyi böyük nailiyyətlər zəhmətinin nəticəsi idi. Böyük sözü sifətdir, adi dərəcədədir. Bizə çoxaltma dərəcəsi lazımdır. C. Qarın yağması ilə hər tərəf ağappaq olmuşdu. Baxın, əgər siz diqqətli yanaşmısınızsa, bilmişsiniz ki, bu çoxaltma dərəcəsi deyil. Yox, əgər bir balaca diqqətsizlik eləmişsinizsə, o zaman ağappaq olmuşdunun feil olduğunu nəzərdən qaçırmısınız. Yəni, ağappaq olmuşdu iki söz bərabər mürəkkəb feildir. Ona görə də testimizin doğru cavabı C variantı da ola bilməz. D-də deyilir ki, onun xırdaca əlləri ilə toxuduğu əlcəklər rəngarəng idi. Baxın, xırda sözündən qoşulmuş ca ədatı çoxaltma dərəcəsi yaratmışdır. Yəni testimizin doğru cavabı olacaq elə D variantı.
Y. Dərslərinə ən yaxşı hazırlaşanlar əla qiymət aldılar. Burada deməli ən sizi düşündürə bilərdi. Ancaq diqqətlə fikir versəniz görərsiniz ki, buradakı yaxşı sözü sifət deyil, zərfdir. Niyə? Çünki o feilə aiddir. Yəni testimizin doğru cavabı Y variantı da ola bilməz. İndi baxaq ona, görək onda nə soruşulur? Soruşulur ki, mənsubiyyət şəkilçisi qəbul etmiş ismi müəyyən edin. Kitabdır, dır xəbərlik şəkilçisidir, doğru cavabımız ola bilməz. Dəftərlər, lər kəmiyyət şəkilçisidir, cəm şəkilçisidir, doğru cavabımız ola bilməz. Tələbbəyəm, şəxs şəkilçisidir, şəxs xəbərli şəkilçisidir, doğru cavabımız ola bilməz. İgidlərimiz, igid isim deyil, sifətdir, bizdən isim soruşulur, doğru cavabımız ola bilməz. Cavabımız olacaq C variantı, xalçası orada üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisidir. Yəni 10-cu testimizin doğru cavabı C variantıdır. Görək 11-də nə soruşulur? 11-də soruşulur ki, məntiqi ardıcıllığı tamamlayın. Görək hansı məntiqlə düzülüb sözlər? Səmimi, qırmızı, paxıl, enli, mehriban, bilmirik nə. Baxın, diqqət etsəniz görərsiniz ki, buradakı sözlər sifətlərdirlər. Hansı ardıcılıqla düzülüb? Səmimi. Baxın, biz bir insanın səmimi olduğunu baxaraq görürükmü? Xeyr, görmürük. Baxaraq görmürüksə, deməli bu onun keyfiyyətidir. Baxaraq görürüksə, deməli bu onun əlamətidir. Səmimi keyfiyyət bildirən sifətdir. Qırmızı baxaraq görünür. Deməli bu əlamət bildirir. Paxıl keyfiyyət bildirir. Enli əlamət bildirir. Çünki biz baxaraq hər hansı bir əşyanın enli olduğunu görə bilərik. Mehriban nə bildirir? Baxaraq görürükmü? Xeyr, görmürük. Deməli keyfiyyət bildirir. Deməli, necə oldu ardıcılıq? Keyfiyyət, əlamət, keyfiyyət, əlamət, keyfiyyət. İndi bizə nə lazımdır? Əlamət bildirən sifət lazımdır. Xain keyfiyyət bildirir, qəddar keyfiyyət bildirir, nəzakətli keyfiyyət bildirir, inadkar da keyfiyyət bildirir. Yalnız dairəvi sözü əlamət bildirir. Çünki biz hər hansı bir əşyanın dairəvi olduğunu baxaraq müəyyənləşdirə bilərik. Yəni 11-ci testimizin doğru cavabı olacaq B variantı. Gəlin görək, 12-ci testdə nə soruşulur? 12-də soruşulur ki, hansı cümlədə mücərrəd isim işlənmişdir? Baxaq. A. Bədirlənmiş ay öz işığını ətrafa saçırdı. Aha, baxın, ay sözü. Biz ay sözünü həm mücərrəd, həm də konkret isim olaraq düşünə bilərik. Əgər söhbət səma cismi olan aydan gedirsə, bu zaman konkret isimdir. Yox, əgər yanvar, fevral, mart, yəni təqvim aylarından gedirsə, bu mücərrəd isimdir. Bədirlənmiş ay öz işığını ətrafa saçırdı deyəndə biz səma cismi olan ayı düşünürük. Deməli, buradakı ay mücərrəd deyil, konkret isimdir. Testimizin doğru cavabı A variantı ola bilməz. B. Hava çox isti olduğu üçün bayıra çıxmaq mümkün deyildi. Deməli, buradakı hava sözü sizi düşündürə bilər. Çünki bəziləriniz hava sözünün mücərrəd isim olduğunu düşünürsünüz. Ancaq əgər biz, daha doğrusu biz deyəndə alimlər havanın kütləsini ölçə bilirlərsə, həcmini ölçə bilirlərsə, deməli, söhbət mücərrəd isimdən getmir. Deməli, hava konkret isimdə ölçülə bilir. Ölçülə bilənlər konkret isim olurlar, mücərrəd isim olmurlar. Yəni, buradakı hava konkret isimdir. Amma oyun havası, toylarda çalınan oyun havası, o artıq mücərrəd isim olacaq. Deməli, udduğumuz hava, həcmi ölçülən hava konkret isimdir. Ancaq musiqi havası, toylarda çalınan hava isə o mücərrəd isimdir. B variantında söhbət, yəni oynadığımız havadan getmədiyinə görə, udduğumuz havadan getdiyinə görə buradakı hava mücərrəd deyil, konkret isim olacaq. C. Axşamdan bəri əsən külək hələ də sakitləşməmişdi. Buradakı külək sözü sizləri düşündürə bilər. Ancaq küləyin də sürətini falan ölçmək mümkündür deyə biz küləyə də mücərrəd isim deməyəcəyik. Baxırıq indi D-yə. Alimlər zəlzələnin epicentrini müəyyənləşdirdilər. Zəlzələ sözü mücərrəddirmi? Xeyr, mücərrəd deyil, konkretdir. Nəyə görə? Çünki zəlzələnin də gücünü, dərəcəsini, balını ölçmək mümkündür. Yəni D variantı da testimizin doğru cavabı ola bilməz. 2 saat idi ki, gözlədiyimiz qatar gecikirdi. Baxın, buradakı saat sözü
Bəli, mücərrəd isimdir. Testimizin doğru cavabı olacaq Y variantı. Əgər söhbət divardan asdığımız əşya saatdan getsəydi, bu zaman biz ona konkret isim deyərdik. Məsələn, divardakı saat düşdü və sındı. Və ya da ki, saatın əqrəbləri 5-i göstərirdi. Bu zaman söhbət konkret isimdən gedərdi. Ancaq burada 2 saatdir ki, gözlədiyimiz qatar gecikirdi. Həmin saatdan, əşya saatdan getmir, zaman anlayışından gedir. Deməli, saat sözü mücərrəd isimdir. 12-ci testimizin doğru cavabı olacaq Y variantı. İndi gəlin 13-cü testimizə baxaq, görək 13-də nə soruşulur? Hansı ifadə frazoloji birləşmə deyil? A. Gözü suyu içməmək, frazoloji birləşmədir, şübhələnmək mənasını verir. B. Dəridən qabıqdan çıxmaq, frazoloji birləşmədir, çox çalışmaq mənasını verir. Əlini üzmək, yəni ümidini kəsmək, frazoloji birləşmədir. Söz vermək, frazoloji birləşmədir, özü də amonimli olan frazoloji birləşmədir. Bir kiməsə söz vermək, yəni vəd vermək mənasında, bir də ki, çıxış üçün söz vermək mənasında. Ancaq nur saçmaq frazoloji birləşmə deyil. Yəni testimizin doğru cavabı olacaq D variantı. İndi baxaq görək 14-də nə soruşulur? Soruşulur ki, köməkçi nitqçələrindən ibarət cərgəni müəyyənləşdirin. Yəni biz elə bir cərgə seçməliyik ki, həmin cərgədə ancaq və ancaq köməkçi nitqçələri olsun. A. Daim, aid, lap. Elə daimi görən kimi biz variantı çıxırıq. Çünki daim köməkçi nitqçəsi deyil, zərfdir. B. Ən, ki, hətta. Bəli, elə testimizin doğru cavabı olacaq B variantı. Çünki B variantında verilən sözlərin heç biri leksik məna daşınır. Onlar yalnız qrammatik mənası olan köməkçi nitqçələrdirlər. C. Məgər və son. Buradakı son sözü işləri korruyur. Ona görə C variantda testimizin doğru cavabı ola bilməz. Bayaq, da, üçün. Bayaq sözü zərfdir. Doğru cavab ola bilməz. Y variantı məhz, öz, bütün, öz və bütün sözləri əvəzlikdir. Testimizin doğru cavabı Y variantı da ola bilməz. Yəni 14-cü testimizin doğru cavabı B variantıdır. Gəlin baxaq 15-ci suala görək 15-də nə soruşulur? Deyilir ki, doğru fikirləri müəyyənləşdirin. 1. Bütün sözlərin qrammatik mənası vardır. Doğrudurmu? Bəli, doğrudur. Dilimizdəki bütün sözlərin qrammatik mənası var. Ancaq bütün sözlərin leksik mənası yoxdur. Yalnız əsas nitqçəsindən daxil olan sözlərin leksik mənası var. 2. Köməkçi nitqçələri suala cavab verə bilir. Doğrudurmu? Xeyr, yanlış fikirdir. Çünki köməkçi nitqçələri suala cavab vermir. 3. Qoşmalar yeni məna çaları yaradırlar. Doğru fikirdirmi? Bəli. Hətta qoşmanın tərəfində deyilir ki, ismin müxtəlif hallarında olan sözlərə qoşularaq yeni məna çaları yaradan sözlərdirlər. Qoşmalar. 4. Əsas nitqçələrinin yalnız leksik mənası vardır. Baxın, deyir, yalnız leksik mənası vardır. Doğru fikirdirmi? Xeyr, yanlış fikirdir. Çünki əsas nitqçələrinə aid olan sözlərin həm leksik, həm də qrammatik mənası vardır. 4-ü götürmürük. 5. Bağlayıcılar 4 qrupa bölünürlər. 4 mü qrupa bölünürlər? Xeyr, bağlayıcılar 2 qrupa bölünürlər. Tabelik bağlayıcıları və tabesizlik bağlayıcıları. Yəni 5 də doğru cavabımız ola bilməz. Testimizin doğru cavabı olacaq 1, 3, yəni A variantı. Gəlin baxaq görək 16-da nə soruşulur? 16-da soruşulur ki, amonimlərlə bağlı yanlış fikirləri müəyyən edin. A. Həm eyni, həm də müxtəlif nitqçələrinə aid ola bilərlər. Bəli, doğru fikirdir. Elə don nümunəsindən baxaq. Donmaq feildir və don, yəni əynimizə geyindiyimiz geyim, qadınların, qızların əynlərinə geyindikləri geyim. Baxın, müxtəlif nitqçələrinə aid olan amonimlər oldular. B. Yazılışı və tələffüzü eyni olan sözlərdir. Bəli, doğrudur. Amonimlər yazılışı və tələffüzü eyni olan sözlərə deyilir. Biz yanlış fikri tapmalıyıq. C. Bir səsə görə fərqlənən sözlər amonimlik yaratmırlar. Bəli, doğru fikirdir. Məsələn, atlas, atlas. Mətin, mətin, nəfs, nəfis kimi sözlər amonimlik yaratmırlar. D. Xüsusi isimlər də amonim ola bilərlər. Xeyr, yanlış fikirdir dostlar. Xüsusi isimlər amonimlik yaratmırlar. Biz xüsusi isimlərə görə amonimlik seçə bilmərik. Doğru cavab olacaq D. Çünki D-də verilən fikir yanlış fikirdir. Y. Eyni söz həm amonim, həm də çox mənalı söz kimi çıxış edə bilər. Bəli, doğru fikirdir. Elə götürək üz sözünü.
Üz sözü həm amonimdir, həm də çox mənalı sözdür. Bir var üzmək, fiil, bir də var üz, sifət mənasında. Bu cür olur amonim söz. Çox mənalı söz kimi, məsələn, uşağın üzü, suyun üzü. Bu halında da oldu çox mənalı söz. Yəni, eyni söz həm amonim, həm də çox mənalı söz kimi çıxış eləyə bilər. Baxaq 17-ci suala görək 17-də nə deyilir? 17-də deyilir ki, cümlələrin birində isim birinci şəxs şəkilçisi qəbul etmişdir. Birinci şəxsin şəkilçisi nə idi? Am və əm. Yəni, am iki variantdır. Belə. Dostluq yalnız səhv sevgi ilə əldə olunur. Görürükmü bu şəkilçini? Xeyr, görmürük. Səssizlik ən dərin bağırtıdır. Yenə də görmürük biz şəkilçimizi. Mən də sizin kimi gənc həkiməm. Baxın, birinci şəxsin şəxs olunluğunu gördük. Cavabımız olacaq C variantı. Yazında öz gözəlliyi var. Burada yoxdur. Ödərsiz ali təhsil almaq hamının arzusıdır. Burada da yoxdur. Yəni, 17-ci testimizin doğru cavabı C variantıdır. İndi baxaq 18-ə. Görək 18-də nə soruşulur? Soruşulur ki, hansı sözün şərhi yanlış verilmişdir? Baxaq, xarizma, nitqi və hərəkətləri ilə ətrafdakıları özünə cəlb etmək bacarığı. Bəli, doğru şərhdir. 2. B variantı, yəni hikkə, mənası acıq, hirs, iddia deməkdir. Bəli, doğru şərhdir. C. Geçdil, yəni fikri, qərarı bir olan həmrəy, bəli deyilir. Geçdil qərar verdik, yəni hamı toplaşdı, deməli fikir mübadiləsi aparıldı və hamının razı olduğu bir qərar verildi. Yəni həmrəy qərar verildi. Doğru verilib şərh. D. Xiyaban, hər iki tərəfində ağac əkilmiş yer, yol, bəli, doğru fikirdir. Y. Sənət, iş, peşə, məşğuliyyət. Baxın, burada yanlışlıq var. Sənət, sonu t olan sözün mənası iş, peşə və məşğuliyyətdir. Sənət rəsmi kağızlardır. Yəni, uyğunluq elə Y variantında pozulub, sənət sözünün şərhi yanlış verilib. Baxırıq 19-a, görək 19-da nə soruşulur? Soruşulur ki, Eylerven diaqramına əsasən doğru fikirləri müəyyən edin. Biz əsas nitqsələri ilə köməkçi nitqsələrini müqayisə eləməliyik. 1. Əsas nitqsələri haqqında deyilir ki, suala cavab verir. Doğrudurmu? Bəli, doğrudur. Köməkçi nitqsələri suala cavab vermədiyinə görə biz biri götürürük. 2. Yalnız leksik mənası var. Doğru fikirdir dostlar. Xeyr, yanlış fikirdir. Çünki əsas nitqsələrin həm leksik, həm də qrammatik mənası var. 3. Qrammatik mənaya malikdir. Bunu ortaq fikir kimi veriblər. Yəni, həm əsas nitqsələri, həm də köməkçi nitqsələri qrammatik mənaya malikdir. Doğrudurmu? Bəli, doğrudur. Çünki həm əsas, həm də köməkçi nitqsələrinin qrammatik mənası vardır. 4. Cümlə üzvü olur. Bunu köməkçi nitqsələri haqqında deyiblər. Xeyr, doğru fikir deyil, yanlış fikirdir. Çünki köməkçi nitqsələri cümlə üzvü ola bilmirlər. 5. Şəkilçi qəbul etmir. Doğru fikirdirmi? Bəli, doğru fikirdir. Çünki köməkçi nitqsələri şəkilçi qəbul etmirlər. Yəni, testimizin doğru cavabı olacaq 1, 3 və 5 A variantı. Gəlin, sonuncu 20-ci sualımızı oxuyaq ki, 20-də bizdən nə soruşulur? Deyilir ki, hansı söz həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözlər cərgəsində verilə bilməz. Sevinç sözü həm adam adıdır, həm də hiss adıdır. Yəni, həm ümumi, həm də xüsusi isimdir. Arzu qız adıdır və hiss adıdır. Yəni, ümumi və xüsusi isim kimi işlənə bilir. Yasəmən qız adı da var, çiçək adı da var. Yəni, həm ümumi, həm xüsusi isimdir. Çiçək həm ümumi, həm də xüsusi isimdir. Qız adı var. Ancaq mehriban, baxın, mehriban düzdür, adam adı var, qadın adıdır. Ancaq mehriban isim deyil, sifətdir. Bizdən şərtdən nə soruşulur? İsim soruşulur. İsim soruşulduğuna görə biz D bəndini götürə bilmərik. Testimizin doğru cavabı olacaq D variantı. Dostlar, bu qədər. Ümidvaram ki, həm sınağımız, həm də izahım sizlər üçün faydalı oldu. Diqqətiniz üçün təşəkkürlər.